Məbəs, yəni İslamın zuhur etdiyi gün. Bu gündən etibarən ilahi vəhiy, Quran, Peyğəmbərimiz Hz. Muhammedə nazil olmuşdur. Bəsətdən əvvəlki dövr olduqca qaranlıq idi. İnsanlar küfür və azğınlıq içində yaşayırdı. Bu dövr İslam tarixində cahiliyyə dövrü kimi tanınır. Allah Taala Hz. Muhammedi sonuncu peyğəmbər olaraq göndərmişdir. Onun gətirdiyi din və kitab, səmavi dinlərin və kitabların sonuncusu hesab edilir. Bu din və Quran hidayət üçündür. Ona sarılanlar Allahın rəhmətindən pay aparır. Çünki Hz. Muhammeddən sonra başqa bir din, yol göstərən və ya qaranlıqlardan nura çıxardan hikmət nazil olmamışdır. İslam dini kamildir və bütün sualların cavablarını bu dində tapmaq mümkündür. Bu din bütün dövrlər üçün, bütün millətlər və xalqlar üçün göndərilmişdir və qiyamətə qədər qüvvədədir. İmam Muhammed təqidən belə rəvayət olunur. Rəcəb ayında üzərinə günəşin bütün işığından daha xeyirli olan bir gecə vardır. Bu gecə Allahın elçisi Hz. Muhammedin peyğəmbərliyə layiq görülməsi və vəzifələndirdiyi gecədir. Bu gecə Rəcəb ayının 27-ci gecəsidir. İmam Taqi buyurur ki, bizim tərəfdarlarımızdan həmin gecənin əməllərini yerinə yetirənlər üçün 60 ilin savabı vardır. Məbəs günü bütün müsəlmanlara xeyirli olsun.